Hazreti Peygamber Ekrem buyurur ki, bir insan yaşadığı məmləkətdə cəmiyyətə xidmət eləsə, yaşadığı kəndə, elə, oba, vətənə xidmət eləsə, o Allahın əmrinə itaət etmiş kimidir. Baxın, Qur'ana nəzər salsaq Allahın əmrinə itaət etməyi, namaz qılmağı, oruç tutmağı və digər vacibi işlərdən adam anlayır ki, gərək itaət dedikdə namaz qılasan və ya haramdan çəkinəsən, vacibatları yerinə yetirəsən. Amma bir sıra müstəhəbbi əməllər də var. Onlar da Allah yanında xüsusi formada dəyərlənir və Allahın diqqətindədir deyə Allah onu da o əməli də özünə itaət kimi qiymətləndirir. Həzrət buyurur ki, bir insan öz məmləkəti üçün, öz kəndi üçün, öz eli, obası üçün bir iş görə, o Allaha itaət etmiş kimidir. Bu Peyğəmbərin sözüdür. Peyğəmbər haqqında da Allah Qur'an-ı Kərimdə buyurur: وَمَا يَنْتِقُ عَنِ الْحَوَا اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوحَى. Peyğəmbər həva-i nəfsdən danışmayıb. O nə danışır? Allah onu deyəni danışır. Yəni Peyğəmbər Allahın sözünü demiş olur bizlərə. Sonra buyurur ki, hər kim o işləri görsə, vətənə qarşı məhəbbəti olsa, vətəni üçün iş görsə, Allahın ona verdiyi nemətlərin müqabilində şükür etmiş kimi. Xoş, o insanın alına bir məmləkətə yol çəkər, su çəkər, iş görər kəndi üçün, zəhmət çəkər, vaxtını sərf edər, ömrünü sərf edər, həmən insan Allahın ona verdiyi nemətlərin müqabilində ona şükür etmiş kimidir. Bilirsiniz, vətən məfhumu çox diqqət olunası bir məfhumdur. Yəni, vətən çox hər bir insan üçün əziz olan bir parçadır. Namus qədər dəyərli bir nemətdir. Mən əgər bugün Azərbaycanda yaşamıramsa, başqa ölkədə yaşayıramsa və ya bir rayonda boya başa çatmışam, o rayonda yaşamıramsa, gəlib mərkəzi bir yerdə yaşayıramsa, ölkədən kənarda yaşayıramsa, artıq mənim o vətənə baxmağım və ya nəzər etməyim, yardım etməyim düşüncəsi səhv düşüncədir. Çünki sənin boya başa çatdığın vətənindir. Həzrət Peyğəmbər Əkrəm baxın, bəzən deyirlər, harada sənin ruzun oldu, ora sənin vətənindir. Əlbəttə o da düzdür, harada yaşadın, yer üzü Allahındır. Amma Peyğəmbər Əkrəm Məkkədən Mədinəyə getdikdə, hicrət etdikdə, Həzrət Peyğəmbər məzlumcasına Məkkəyə baxdı, çünki orada boya başa çatıb. Məzlumcasına Məkkəyə baxdı, dedi ki, əgər mənim qövmüm məni sənin yəni Məkkədən çıxartmağa məcbur eləməsəydilər, mən səni heç vaxt tərk etməzdim. Hansı ki, Allah Peyğəmbəri aləmlərə rəhmət göndərmişdir. Amma Peyğəmbər Məkkədə dünyaya gəlmişdir. Və Allahın əmri ilə də Məkkədən Mədinəyə hicrət elədi. Amma Peyğəmbərin gözü qalmışdı. Hansı ki, Məkkədə ona zülm edirdilər, müşriklər, əziyyət edirdilər. Şərait baxımında çətin idi, vəziyyət daha əziyyət çəkirdi Peyğəmbər. Peyğəmbər daha rahatlığa tərəf gedirdi belə baxanda. Xilas olurdu zalimlərin əlindən. Buna rəğmən Həzrət Peyğəmbər öz vətəninə baxıb, dedi, əgər mənim ümmətim məni səndən ayrı salmasaydılar, məcbur eləməsəydilər, ey mənim vətənim Məkkə, səndən heç vaxt ayrılmazdım. Odur, mənim sözüm ölkədə və ölkədən kənar olan Azərbaycanlılarıdır. Vətənimizə qarşı nə bağda biganə olaq. Allah ömür versin, yaxşı insanlar, qardaşlar var. Vətəni üçün xidmət edən insanlar var, söz yox. Amma daha da insanlar diqqətli olmalıdır ki, çünki vətən üçün olan, yəni bir insanın vətənə olan sevgisi varsa, məhəbbəti varsa, o məmləkət abad olur. Allah yan verə öz izzət-i cəlalına, Allah Teala bizləri həqiqi mömin müsəlman bəndələrindən